Bu videoda çox vacib order flow dərslərindən biri olan responsive və initiative activity haqqında danışacağam. Çox vacibdir həqiqətən. Yəni belə deyim, get-gedə daha çox order flow dərsləri işləyirəm. Yəni o qədər lap çox da deyil və maksimum 15 dənədir. Bunlar mütləq ki, baxdığınız iş dərsisə başdan başlayıb bir dəfə baxın. Düz deyil, o əvvəl çəkdiyim dərslər bunlar qədər aydın səliqəli çəkib izah eləməmişəm. Sadəcə belə necə deyim, necə gəldi çəkib işləmişəm 2-5 dərsi filan. Amma yenə də realdır. Yəni necə varsa elə də izah eləmişəm. Ən sadə dildə izah eləmişəm. Yəni video pis də ola bilər, yaxşı da ola bilər. Amma bu o videonun içində nə olduğu anlamına gəlmir. Yəni ona görə judgment eləməyin. Ona görə assessment eləməyin videoları. Hə. Baxın, burada yenə nə var? Ümumiyyətlə. Görürsüz? Buradakı volume profile. Bəs yaş deyə bilərsiniz ki, məni artıq bezdirdin. Volume profile nə qədər ola bilər? Bunu yadınızda saxlayın. Order flow trader oldunuzmu? Yadınızda saxlayın, bu təpəni görəcəksiniz. Baxın, bu təpəni görəcəksiniz. Bundan qaçış yoxdur. Bax, normal paylanmadan qaçış yoxdur. Order flow trader oldun mu? Normal paylanma. Füsu qutardı. Bundan heç yerə qaçamazsan. Hərras teoremi filan, ən volume profile, o birisi absorption. Çox şey saymaq olar, çox şeylə havalı görünmək olar. Çox şeylə belə vurub dağıtmağa çalışmaq olar, amma normal paylanma gəlir başda. Hara qaçırsan qaç, bax bu təpəyi görəcəksən. Bax bu təpəyi görəcəksən. Bu şişkinliyi görəcəksən. Bu balansı başa düşməlisən. Hər şey bunun ətrafında dönür çünki. Yəni ən qısa şeydir, izah eləsəm, hərrac bir balans zonasından yaradır. Məsəl üçün qəbullanılır qiymət. Sonra qiymət başqa bir hərrac zonasına girir, orada qəbullanılır. Əgər uğursuz hərrac keçsə, qayıdacaq əvvəlki hərrac zonasına və s. Biz burada baxsaq nə görürük volume profile'da? Yuxarıda biraz qəbullanma var, burada biraz qəbullanma var və beləcə. Yəni hara baxsanız bu normal paylanma var, olacaq. Value area tamam başqa bir anlayışdır. Yəni nə bilim point of control'dur və normal paylanma tamam başqa anlayışdır. Bunları qarışdırmayın. Normal paylanma bölgəsi buradır. Value area ola bilsin ki, belə düşsün. Yəni ixtiyari random bir yerə, yəni buradakı normal paylanma ərazisinin ən yüksək təpəsinə value area high düşə bilər. Günün sessiyasının value area high. Amma ki, tamam fərqli anlayışlardır, onları bir-birinə qarışdırmayın. Deməli, mən bu dərsdə nə haqda danışacağam? Birinci responsive, sonra isə initiative activity haqqında. Deməli, ən qısa kəsəcəm, çox uzatmayacağım. Çünki təməl dərslərdə onsuz da çox uzatmışam. İndiki dərslərin məqsədi tam konkret məbzət keçməkdir. Deməli, belə bir normal paylanma zonamız var. Ortada da candle'ların footprintini görürsünüz. Bu nədir? Bu tərəfdə alış əmrləri matching olunmuş satış limitləri ilə, bu tərəfdə isə satış market əmrləri, hansı ki, alış limitlərlə matching olunub. Biz burada nə görürük? Bir normal paylanma zonası var. Baxırıq ki, bax, bura, bu hissə. Burada normal paylanma var. Bu normal paylanmanın bir yuxarı sərhədi var. Burada value area high-da üst-üstə düşür. Bir də aşağı sərhədi var. Yəni, belə sərhədlər var. Biz nə görürük? Qiymət nə vaxt ki, aşağı sərhədinə çatır, bunu yarıb keçə bilmir. Həmin yerdə nə baş verir? Normal paylanma zonasının alt sərhədində satış aktivliyi olsa da, responsive alıcılar qiyməti dəyər zonasına qaytara bilirlər. Yəni, satıcılar burada çalışırlar ki, daha da aşağı qiymətlərə, yəni, necə deyim, düşünürlər ki, qiymət hələ də düşəcək. Qiymət hələ də buradan düşəcək, davam edəcək aşağıya doğru. Amma burada nə baş verir? Onların nə qədər çox satış əmri burada iştirak eləmiş olsa da, burada qarşı tərəfdəki alış əmrləri, hansı ki bunlar responsive alıcılar sayılır, responsive buyers, onlar qiymətin bu dəyər zonasından, bu paylanma zonasından aşağı qiymətlərə düşməsinə icazə vermir.
Və buradakı sellerların başına nə gəlir bəs? Bunlar sadəcə absorb olunur. Bunlar sadəcə aşağı qiymətdəki alış limit əmrlərini doldururlar. Burada bir dənə passiv likvidliklə qarşılaşırlar. Hansı ki, çoxlu alış limitləri load ediblər, yükləyirlər. Bunlar satışı verir, satış gedir qarşı tərəfdəki alış limiti doldurur. Bunlar satışı verir, satış gedir alış limiti doldurur. Satışı ver, doldur, ver, doldursun, ver, doldursun. Nə olur? Ha, yarıb keçə bilmirlər. Bura elə bir ki, dəmir var qabaqlarında. Keçə bilmirlər. Çünki qiyməti burada nə qədər ki saxlaya bilirlər digər iştirakçılar. Burada mümkün qədər çox alış limitlərini, maraqlı əmrləri orada gözləyirdilər. Oradan tərəf keçə bilmədilər. Amma burada alıcılar da maraqlıdır eyni zamanda ki, hansı ki onlar bu hissədən alış market əmrləri, qarşı tərəfdə isə satış limit əmrlərini doldurublar. Qiymət burada belə bir alış limit likvidliyi deyə bilərik və yaxud da bid likvidliyi deyə bilərik. Düzdür, bu kimi anlayış yoxdur. Likvidlik hər yerdədir. Sadəcə ümumi olaraq deyirəm ki, satıcılar necə absorb olunur burada. Qarşılaşır və bu aşağı çəkə bilmirlər. Bəs bu yuxarıda buna nə deyilir? Responsiv alıcılar. Yəni qiymətin belə olduğunu, davrandığını görsək, bir sərhəddəki satıcılar artır, amma heç nə baş vermir. Heç nə baş vermir. Qiymət əks tərəfə alıcılar iştirakı ilə, yəni bunu kiçik time frame-də daha yaxşı görmək olar. Alıcıların iştirakı, satıcılar təsir edə bilmədilərsə, amma bir azca alıcı aktivliyi təsir edə bildisə, bunlar artıq necə deyim, initiative ola bilirlər. Dəyər zonasına doğru qiyməti tərpədə bilirlər. Bunlar uğur qazana bilirlər, amma satıcılar uğur qazana bilmirlər. Bu zaman biz artıq deyə bilərik ki, hə, bunlar həqiqətən absorb olundu. Responsiv alıcılar isə qiyməti yenidən bu gördüyümüz dəyər zonasına qaytara bildi. Və yaxud da gəlin bura baxaq. Burada isə alıcıların başına nə gəlir? Alıcılar bura qədər gəldilər. Burada da aktivlik göstərirlər yuxarı sərhəddə. Amma nə baş verir? Bunlar da burada sanki bir dəmirlə qarşılaşdılar. Yəni necə deyim? Keçə bilmirlər. Burada keç geçsin də. Bura bas geçsin. Buralarda belə əmrlər doldura geçsin. Gedəmirlər. Gedəmirlər. Çünki niyə? Bunlar aradan alış əmri verdikcə bu qiymət bölgəsindəki həmin alış limiti, alış market əmrləri qarşı tərəfdə bir dənə yox, ümumiyyətlə passiv satış limitlərini doldurur. Buradan yükləyirlər satış limit əmrlərini ideal yuxarı qiymətdən. Hansı ki, düşünürlər ki, qiymət üçün hazırda ideal baha qiymətdir bura. Pulunu yükləyə bilərlər. Alıcılar burada nə qədər çalışsa da, initiative olub da qiyməti yuxarı qiymətlərə çəkməyə çalışsa da, buradan hansı ki, düşünürlər ki, yaxşı alış qiymətidir, onlar uğursuz olurlar. Fakt uğursuz olurlar. Yəni buna don bəzəmək lazım deyil ki, burada icra olunan alış market əmrləri qiymət düşdükcə qazandılar. Hamı qazandı. Elə söhbət yoxdur, bunlar itirdilər burada. Və burada kim əslində reaksiya verə bildi? Görürsünüz, satıcıların əmrləri qiyməti aşağı çəkə bildi, amma alıcıların əmrləri qiyməti yuxarı qaldıra bilmədi. Bunlara isə responsiv satıcılar deyilir. Baxın, burada kənarda qeyd etmişəm. Normal paylanma zonasının yuxarı sərhədində alış aktivliyi olsa da, responsiv satıcılar qiyməti dəyər zonasına qaytara bilirlər. Yəni ümumi normal paylanma zonasının içinə qaytara bilirlər. Responsivi başa düşdünüz, yəni. Responsiv odur ki, qiymət, məsəl üçün, responsiv alıcılar qiyməti düşməyə qoymur burada. Yəni satıcılar uğursuz olur, sala bilmirlər qiyməti. Responsiv alıcılar isə qiyməti bu yerdə ilişdirib öz əhəmiyyətlərinə çevirə bilirlər, yuxarı qiymətlərə. Normal paylamadan aşağıda. Responsiv satıcılar isə qiymət yuxarıya çıxmaq istəyəndə buna qoymurlar. Bir növ burada şeylə ilişirlər. Bunların əmrləri sorulur. Bunların əmrləri isə marketdə üstünlük qazana bilirlər və qadir hər rahat aşağı qiymətlərə. Bunu başa düşdünüz. Keçək indi initiative hərəkətə. Bu zaman nə olur? Nə olmalıdır? Qiymət hər zaman bir balans zonasında qala bilməz. Qiymət bir balans zonası deyək ki, tapıb. Hal-hazırda bir hərrac zonasındadır. Qəbullanma var. Alan, satan bu hissədə razıdır. Bir müddət hərəkət edir. Yuxarı bu zonada hərəkət edir. Amma məsələn bu qiymət burada qala bilməz. Qiymət order flow-la hərəkət edir, amma order flow isə şeylə hərəkət edir, fundamentallarla.
Yəni artıq qərar verirlər ki, almaq lazımdır yoxsa satmaq lazımdır. Qiymət özünün ədalətli olduğu yerə qədər basır, aparır. Microeconomics var, fundamentals var. Bunlar barəsində irəlidə də danışacağam. Məsələn necə olur? Artıq qiymət bu hissədən çıxıb da özünə layiq olan digər ədalətli zonaya qədər gedir. Bu hissədə isə biz bunlara nə deyirik? Initiative buyers, yəni artıq buradakı alıcılar həqiqətən bu dəyər zonasından, bu normal paylanma zonasından çıxdıqdan sonra qiymət uğur qazana bilirlər, qiyməti yuxarı hərəkət etdirə bilirlər. Bu hissələrdə satıcıların təzyiqinə məruz qalıb ilişib də, sonra satıcılar aşağı təzyiq verəndə onlara məğlub olmurlar və burada yuxarıda saxlaya bilirlər qiyməti. Bu zaman bu initiativ aktivlikdir və yaxud da bunun əksinə baxsaq, qiymət aşağı düşəndə normal paylanmanın aşağı sərhədində alıcılar olsa belə, o alıcılar, yəni o responsiv alıcılar qiyməti qayıdıb dəyər bölgəsinə sala bilmədilər. Orada uğursuzluq tapırlar. Satıcılar amma güc hələ də əllərində olduğuna görə qiymət aşağı düşə bilir. Qiyməti daha aşağıdakı dəyər zonalarına, dəyər tapacağı zona, deyək ki, məsələn bu hissədir. Deyək ki, məsələn bu hissədə qiymət yenidən gəlir buralarda şey tapa bilir. Yəni hansı ki, necə deyim, bu hissədə satıblar, artıq bu hissədə qayıdıb əmrlərini bağlaya bilirlər. Likvidliyi bu hissədə qayıdır, yaradırlar. Çünki hər market əmri qarşı bir yerdə bağlanmalıdır. Market əmri sonsuz çəkə bilməz. Hər icra olunan aqressiv market əmri də gələcəkdəki likvidlikdir. Biri məsələn ən lord dildə desək, biri longa girdisə, bundan iş bitmədi. Bunun longa girməsi sadəcə nə deməkdir? Qarşı tərəfdəki satış limit əmrini vurdu. Əla. Bəs yaxşı, bu nə vaxtsa da çıxmalıdır axı. Bu potensial bir bombadır hal-hazırda. Və həmin o potensial bomba da partlaması yenə bir potensial bir likvidlik sayılır. Burada görürük ki, artıq alıcılar iştirak eləsə də, onlar burada bu dəfə absorb olundu. Qiymət hələ də düşüş uğurludur. Əgər düşüş uğurlu olmasaydı, alıcılar burada yığılacaqdı, satıcılar qiyməti aşağı sala bilmədən alıcıların bir damcı daha üstünlük təşkil etməsi qiyməti dəyər zonasına salardı, amma bu olmur burada. Satıcılar burada initiative'dir. Initiative sellers aşağıya düşəndə, initiative buyers yuxarıya qalxanda. Buraya baxaq nümunələrə. Burada nə yazmışam? Baxın, burada normal paylanma zonamız var. Bu hissəyə nə yazmışam? Alıcıların paralel iştirakına rəğmən initiative satıcılar qiymətin normal paylanma zonasından çıxmasına nail olurlar. Baxın, bu hissədə nə görürük? Qiymətin burada bir qəbullanma zonası vardı, bir paylanma zonası var idi. Qiymət bunun necə deyim, kənar sərhədinə çıxandan sonra biz görürük ki, hələ də alıcılar var burada. Hələ də responsiv alıcılar var. Hələ də qiymətin bu hissəyə doğru qalxacağını fikirləşirlər. Amma ki, satıcıların əmrləri burada artıq rol oynayır. Yəni rol oynayan, əsas oyuna qərar verən burada satıcılar olur. Əks tərəfdəki alış likvidliyini doldura bilirlər. Amma bunların doldurduğu satış limit əmrləri onlar burada ilişib, onları qiyməti yuxarı qaldırmağa imkan vermir. Üstünlük qazana bilmirlər. Və bu yerdə isə satıcılar initiativ ola bilir. Yəni çoxluq ikisində də var, amma hansısa qalib gələ bilir. Yenə deyirəm, volume profile olmasa heç nədir, footprint heç nədir, hər yerdə footprint var. Ala burada da var. Bu nə məna ifadə edir? Ala gir. Gir görüm nəyə girirsən. Ala burada da var. Gir görüm nəyə girirsən. Burada da var. Nəyə girirsən? Bizə müəyyən zonada qərar vermək lazımdır və qərar verəcəyimiz əməliyyat zonalarımız isə normal paylanmanın kənar sərhəd zonalarıdır. Baxın, order flow tradersiniz, füsuq qutardı. Baxın, 70% əməliyyatlarınızın bildiyinizin order flow barəsində ana nöqtəsi budur. Normal paylanma. Normal paylanma füsuq qutardı. Ondan sonra footprint, ondan sonra digər kontekst. Kontekst odur ki, artıq win rate-i yüksəldən və sizi konkret yanaşma halına salan birinci şey var. Necə deyim? Birinci deyək ki, volume profile gəlir. Əla. Onun sonra order flow yanaşma və footprint-i burada necə istifadə etmək lazımdır konkret olaraq. Absorption olsun və yaxud da initiative buyers, sellers bunları necə izləmək lazımdır hər razı. Ondan sonra deyək ki, bu gəlir footprint.
Və ən sonunda da nə gəlir? Artıq konteksti tam olaraq konkret yanaşma halına salan şeylərdən biri zamandır, strukturdur. Struktur deyəndə içinə çox şey gedir. Ha, yəni bu sırf candle'lardan söhbət getmir. Və bir də ən vacib olan volatillikdir. ATR. Hə, burada satıcılar həqiqətən bu dəyər zonasından sonra şey ola bilirlər, aktiv ola bilirlər və qiymət sonra gedir özünə görürsüz aşağı qiymətlərdə başqa bir qəbullama zonası tapır. Hansı ki, buradakı satış əmrinə girənlər, market əmrindən hardasa alış limitləri qoymalıdırlar. Alış limitlərini bu hissələrə yerləşdirirlər və bura hissələr gələndə bunların alış limitlərini dolduran bir başqa aqressiv satıcılar olur. Belə bir növ belə deyim də, sən hal-hazırda kimdənsə aldın, pasiv alıcıdan aldın. Aldın yox, satdın. Deyək ki, sən hal-hazırda kiməsə pasiv alıcıya satdın. Sonra da gedib də alış limiti ilə onu qayıdıb almalısan. Short pozisiyalar bir növ buna bənzəyir. Yəni sell, deyək ki, burada sell əmri verdin. Bu gedir birbaşa pasiv buy limit əmrinə çevrilir. Sən artıq short pozisiyasındasan və bu short pozisiyasını bir yerdə bağlayanda buy limit əmri atılır yenə. Yəni buy limitə satırsan. Amma özün də yenidən bir buy limit atırsan daha aşağı qiymətlərə. Long pozisiyası üçün necə işləyir? Longa girdin deyək ki, hansısa pasiv satıcıdan aldın. Deyək ki, qiymət buradadır. Longa girdin, bir pasiv satıcıdan alıbsan. Bu hissəyə yenə sən satış limiti, yəni pasiv satıcı olursan sən yenidən. Bu hissədə yenidən artıq hansısa başqasına pasiv satış əmrini satmalısan. Və yaxud da bunu birbaşa bağlasan belə bu yenə də market əmrindən sayılacaq. Yenə satış əmri sayılacaq bu hissədə. O zaman da daha pis qiymətdən əmrdə olacaq. Yəni limitlə, take profitlə bizim dilimizdə onu biraz çevirmişik, sadələşdirmişik. Nə bilim, take profit, stop loss. Ümumiyyətlə bu trading anlayışı biraz sönüləşdirilib, biraz yanlış, misunderstanding deyilir, belə yanlış anlanılan ən böyük sahələrdən biridir. Çox yanlış inanclarla baxırsınız marketə. Bu istər burada qazanmağa qarşı olan yanlış inanclar var. Qazanan traderə qarşı belə yanlış inanclarınız var ki, qazanan trader mütləq ki, lüks yaşamalıdır deyə də inanclar var. Amma halbuki yaxşı trader də belə normal ortalama qazana bilər. Yaxşı, məsələn, başqa bir sahədə olan insan da onsuz da ki, yaxşı qazana bilər. Sadəcə siz bir sahədə yaxşı olmaq haqqında başqa şeylər də bilmirsiniz. Məsələn, yaxşı trader çox qazana bilər. Normal orta qazanan trader də ola bilər, az qazanan trader də ola bilər. Məbləğlər dəyişə bilər. Bu scaling illər lazımdır. 1-2 gündə olmur. Eyni zamanda digər sahələr olsun. Sadəcə deyə bilirsiniz ki, sırf bir qazanan trader birbaşa lap çox qazanır. Elə bir söhbət yoxdur. Elə bir söhbət yoxdur. Necə ki, digər işlərdə həqiqətən o işi çox yaxşı edən peşəkarlar var. Onlar ayda milyonlarla qazana bilər. Trader deyillər, biznesmen deyillər. Sadəcə normal bildiyimiz gündəlik peşənin öz peşəkarı olanlar. Məsələn, həkim ola bilər və yaxud da memar ola bilər. Öz şeyinin, bilirsiniz, trader deyil, bizneslə məşğul deyil. Sadəcə öz işinin peşəkarıdır, öz işində salib seçilən biridir. Nəysə, bu yanlış inanclar barəsində çox danışmışam ümumi olaraq. Əsas da ki, mindfulness və sair seriyalara baxa bilərsiniz o hissədə. Belə deyək, qiymət yenidən gəlir özünə, bu hissədə uğurlu zona tapır. Hansı ki, burada artıq qiymət dayanır. Mütləq dayanmalıdır. Yəni, mümkün deyil ki, artıq qiymət həmişəlik hərəkət edəsin. Dayanmadan həmişəlik hərəkət edəsin. Elə bir hal mümkün deyil. Bir yerdə dayanacaq, sonra başqa hərraz qəbul olunacaq, orada normal paylanma yaranacaq. Ondan sonra oradan çıxacaq və biz bunun sadəcə sərhədlərində artıq responsive və initiative iştirakçılara baxaraq qərar verə bilərik ki,
burada nə baş verə bilər? Hansı belə deyim, ən lord dildə desəm kontroldadır. Məsələn, bu hissədə nə baş versəydi, deyək ki, satıcılar aşağı saldı qiyməti, amma bu hissədə nə qədər satış əmrləri versələr də, görürük ki, alıcılar biraz üstünlük olub da qiyməti içəri sala bildilər qayıdıb da. Yəni burada satıcılar mütləq oldu, amma onlar uğursuz oldu. Oldu, amma uğursuz oldu. Satıcı olmadı, yox ha, elə söhbət yoxdur. Oldu, amma uğursuz oldu. Bu o deməkdir ki, artıq onlar absorb olundu, yəni trapped olundu. Bir növ tələyə düşdü, lord dildə desək. Artıq qiymət keyfiyyətlə qalxa bilər. Demirik ki, ha, ancaq alıcı oldu, qiymət qalxdı. Həmçinin satıcı oldu, aşağı qiymətlərdən satıcı oldu. Ki, qarşı tərəfdəki limitləri burada doldurdu. Biz bilirik ki, artıq buradakı potensial likvidlik icra olundu və qiymət aşağı düşə bilmədən alıcıların iştirakı ilə yuxarıdakı satış limitlərini daha tez sürətlə doldura bildilər. Məsələn, digər bir başqa nümunəyə baxaq. Qiymət yuxarı paylama zonasının yuxarı sərhədindədir, amma görürük ki, keçə bilmir. Bu hissədə alıcı var, amma satıcıların biraz artıq aktivliyi ilə həmin alıcılar idarə etməni itirir və yenə də satıcılar üstündür. Qiyməti qayıdırlar ümumi dəyər zonasına. Amma məsələn, baxın burada qiymət yenidən həmin kənara çıxır. Bu hissədə satıcılar olmasına rəğmən dəyər zonasına tam qaytara bilmirlər. Bu hissədə görürsən heç bir iştirakçı yoxdur. Çox az aktivlik var bu candle boyunca. 15-50 candle'da market bağlanır. Bundan sonrasına baxmağa mənası yoxdur o qədər də. Amma ümumi olaraq deyirəm. Buradakı alıcılar yenə də üstünlük əldə saxlaya bilirlər. Bu nə deməkdir? Artıq long pozisiyası üçün ideal şans var. Market növbəti hərrat zonasına qədər ideal belə hərəkət edə bilər. Məsələn, baxın bura. Bu hissədə qiymət deyək ki, value high tərəfdədir. Gündəlik həcmin 70%-nin icra olunduğu birinci standart deviation. Qiymət bu hissəyə keçir, yuxarı sərhədinə keçir. Baxın, normal paylamanın yuxarı sərhədlərində keçir. Bu hissədəki satıcılar olmasına rəğmən alıcılar hələ də initiativdir. Yəni qiyməti yuxarı accelerate edə bilirlər. Bu videoda da eyni zamanda hədsiz çox şey öyrətdim. Yəni düşünürəm ki, ən azından necə deyim, belə yanlış yollara düşməz bizim traderlər. Hal-hazırda çox yanlış yollara düşürlər çünki. Onsuz da məlumdur ki, yenə də bu bizlər nə qədər çalışsaq da, siz gedib o yanlış yollarda olanları nə qədər desəniz də bu yanlışdır. Onları biraz oradan döndərmək çətin məsələdir. O biraz insanın öz cəsarətindən asılıdır. Bu videoda ola bilsin izləyən yeni izləyicilər var, hələ də cəsarətləri yoxdur. Cəsarətləri yoxdur ki, mənim dediyim onların yanlış elədikləri bir şeyə artıq düzəltməyə çalışsınlar da. Başa düşsün ki, həqiqətən yanlış edirəm biri. Həqiqətən təcrübəli birindən, illərini marketin hər daşının altını görmüş birindən eşidərək bu səhvləri düzəldə bilsinlər. İçlərində cəsarət olsun, amma yoxdur, heyf ki, əksəriyyətində o cəsarət. Qorxurlar, yanlış olmaqdan qorxur insan. Amma yenə də dönüb dolaşıb, bilirsiniz necədir? Doğru elədir ki, sanki normal paylamanın tam ortasıdır. Doğru. Nə qədər dönüb dolaşsa da, yenə də gec ya da tez o nöqtəyə çatırsınız. Gec ya da tez o nöqtəyə çatırsınız. Gec ya da tez çatırsınız. Burada konkret işləyən bir sistem mütləqdir. Konkret işləyən sistem odur ki, siz məsələn hesabınız geri belə getsə, siz pis belə hiss edəsəniz, yanınızda saxlayın. Psixologiyanın və emosional auditoriyanın deyərdim böyük bir hissəsi model tərəfindən həll olunur. Yanaşma, verdiyi güvən, onun yüksək win rate bunun tərəfindən həll olunur. Yüksək win rate, baxın nə dedim yüksək win rate. Yüksək win rate və kiçik errorlər. Bundan başqa hansısa bir sistemin indiyə kimi qazandırdığını görməmişəm. Qazandığını gördüyüm traderlərdə də budur. Tanıdığım qazanan traderlərdə budur. Kiçik risk reward sistemlər. Scaling başqa şeydir. Scaling eləmək, free runnerlar saxlamaq tamam başqa şeydir. Mənim dediyim birbaşa risk rewarddur. Yəni o böyük risk rewardlardan fərqlidir. Onlar o qədər də şey olmurlar. Yəni konkret qazananını o qədər də görməmişəm.
Çünki riyaziyyat onu demir. Riyaziyyat nə deyir? Yəni ümumi statistika nə deyir? Bu yanıltmır. Yəni nə qədər desəniz, "A, necə ola bilər axı? Bu necə ola bilər?" Amma bu kainatın tam kodlanmış içindədir ki, statistika çevirə bilməzsiniz. Konkret işləyən bir şey olmayanda isə bunu bu sahədə etiraf eləmək çətindir ilk başlarda sizə. Elə gəlir ki, "A, işləyir." Elə bir aura verir sizə. Sanki qrafika baxanda görürsüz ki, "A, bu burada işləyib." Qrafik hər tərəfə hərəkət edə bilər və hərəkət edib qutarandan sonra hər şey sanki işləyib kimi görünə bilər. O yanılğı içindəsiniz. Belə bir silkələnin, ayılın. Görərsiniz ki, biraz etiraf etmək çətindir, amma işləmir. Amma heç işləmir. Hazırdakı yanaşmanız işləmir. İşlədiyinizi bilirsinizmi? Həqiqətən bilərsiniz onda. Bilərsiniz ki, hə bu marketin özüdür. Bu həqiqətən yüksək win rate-dir, güvənlidir. Pis bir həftə keçə bilər. Sıfırda qalan həftə keçə bilər. Amma siz bilirsiniz ki, bu sizi irəli daşıyacaq. Altınızdan qaldıracaq. Bu həqiqətən düzgün yanaşmadır. Köklü yanaşmadır. Və ondan sonra gəldi iş artıq beyin məsələsinə ki, siz limitdə inanclardan qurtulmalısınız. Pul barəsində olan, hansı ki pulu qoruyursunuz, riskdən qorxursunuz, irəli getməkdən qorxursunuz. Qırıq xırdaçı olursunuz. Belə bu pul barəsində çoxlu riskləyici inanclar var və artıq ayılanda görürsünüz ki, siz kim ola bilərmişsiniz? Və bu kim ola bilərmişsinizin qarşısını heç nə kəsmirdi, nəinki sizin özünüz. Sadəcə sizin beyniniz əslində ən böyük düşmənlərinizdən biri imiş.